Hal-hazırda Ağstafa rayonunun Köçəskər kəndinə gəlmişik. Tovuz döyüşlərinin anım günü ilə əlaqədar qəhrəman Tovuz döyüşlərinin şəhidi Yaşar Babayevin ziyarətinə gəlmişik. Bizlər hər zaman Tovuz Turan şəhid ailələri birliyi olaraq illərdir şəhidlərimizi ziyarət edirik. Şəhid ailələri olaraq hər zaman bu missiyanı ilk olaraq bizlər yerinə yetiririk. Tək şəhid ailələrinin yox, bütün hər bir vətəndaşın borcudur şu şəhidlərimizin ziyarətində olsun. Ruhun şad olsun qəhrəman oğul. Allah doğmalarına səbir versin. Qəhrəman şəhidimizin şəhadətindən sonra bir gül balası, kız balası dünyaya geldi. Allah ona uzun ömür, can sağlığı versin. Allah anasına, atasına dözüm, səbir, güc, qüvvət versin. Allah cəm şəhidlərimizə ruhunu şad eləsin. Bu günləri Tovuz Turan şəhid ailələri birliyi olaraq Tovuz Ağstafa rayonunda şəhidlərimizin ziyarətindəyik. Şəhidimiz Yaşar Babayevin ziyarətindəyik. Hansı ki Polat Həşimov və ətrafında olan 12 nəfər şəhidlərimizin 6-cı il dönümü. Ruhu şad olsun cəm şəhidlərimizin. Bir vətəndaş olaraq və bir Tovuzlu olaraq hər zaman şəhidlərimizin ziyarətini etmək bizim bir vəzifə borcumuz. Ruhu şad olsun cəm şəhidlərimizin. Onlar şəhadətinlə dünyaya səs saldılar. Onlar şəhadətinlə çox işlər həll elədilər. Azərbaycan Respublikasını tanınmayan ölkələrdə tanıtdılar. Onun kimi də Tovuzu. Ruhu şad olsun cəm şəhidlərimizin. Buyur gözəl hanım. Bugün Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq 12 iyulda şəhid olan şəhidlərimizin ziyarətinə gəlmişik. Bugün Ağstafa rayonundayıq. Allah bütün şəhidlərimizə rəhmət eyləsin, məkanları cənnət olsun, ruhları şad olsun. Bütün şəhidlərin ruhu şad olsun, məqamları ucadan uzağa, yerləri cənnət olsun. Bütün şəhidlərimizin hamısına Allah rəhmət eləsin. Amin inşallah. Buyur Aman hanım. Bugün Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq 12 iyul döyüşlərinin şəhidlərini ziyarətə çıxmışıq. Hal-hazırda Ağstafa şəhərində Yaşar Babayev, Tovuz şəhidi Yaşar Babayevin ziyarətindəyik. Allah ruhunu şad eləsin, məkanı cənnət olsun. Allah cəmi şəhid ailələrinə səbir versin. Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə şəfa versin. Bizim azadlığımız uğrunda, bizim birliyimiz uğrunda, bizim varlığımız uğrunda canına keçən onların ruhu şad olsun. Amin. Buyur gülüm. Allah rəhmət etsin, ruhu şad olsun. Azərbaycan şəhidlərinin, Şəhid Bəyəkən həmçinin. Birindən bilə. Azərbaycan Respublikasının ərazi bütövlüyünün sürən təmin edilməsi uğrunda Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi təcavüz, işğal, soykırımı siyasətinə qarşı 1988-ci illərdən başlayaraq həyata keçirilən hərbi əməliyyatlarda, müharibədə, 1-ci və 2-ci Qarabağ müharibəsində, sərhəd boyu ərazilərdə, yaşayış məntəqələrində düşmənə qarşı döyüşərək Azərbaycanımızın müasir zəfər tarixini yazmaq üçün, Azərbaycanın bütövləşməsi üçün canlarını qurban vermiş hər bir şəhidimizə, o cümlədən düşmənin Tovuz rayonu istiqamətində qət bölgəsi üzrə həyata keçirdiyi işğalçılıq siyasətinə qarşı, işğalçılıq müharibəsinə qarşı döyüşlərdə qəhrəmanlıq, igidlik, cəsurluq nümayiş etdirərək düşmən üzərində böyük qələbəmizin təmin edilməsinin təməlinin qoyulmasında fəallıq nümayiş etdirərək şəhidlik zirvəsini fəth etmiş 12 nəfərdən General Polat Həşimov
başta olmaqla şəhidlik zirvəsini fəth etmiş şəhidlərimizdən olan Yaşar Vasıfoğlu Babayevə Allah rəhmət eləsin. Allah yaxınlarına, əzizlərinə səbir, təmkin versin. Həqiqətən hər bir şəhidimizin, Azərbaycanımızın müasir tarixində əvəz olunmaz xüsusi xidmətləri vardır. Yaşar Vasıfoğlu Babayev Azərbaycan ordusu sıralarında xidmət edərək Azərbaycanımızın ərazilərinin düşmən işğalından azad edilməsi istiqamətində həyata keçirilən hərbi əməliyyatlarda fəallıq nümayiş etdirmişdir. Və qeyd eləmək lazımdır ki, böyük qələbəmizin təməlinin qoyulması istiqamətində Qarabağ müharibəsi başladığı dövrdən etibarən avqust 2014-cü ildə düşmənə qarşı Azərbaycan ordusu uğurlu əməliyyatlar həyata keçirmişdir və eyni zamanda 2016-cı ilin aprel döyüşlərində 98 nəfər şəhid verməklə, bir sıra yüksəklikləri ələ keçirməklə böyük qələbənin yaxınlaşması istiqamətində işlər aparmışlar və eyni zamanda həmin uğurlu əməliyyatların davamı olaraq iyulun 12-sindən başlayaraq 14-ünə qədərki dövrdə Azərbaycan ordusunun Tovuz rayonu istiqamətində düşmənlə sərhəd boyu ərazilərdə, yəni Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında olan Tovuz istiqamətində 69 kilometr məsafədə düşmənin bütün hərbi strukturlarını, hərbi hissələrini, silah-sursat anbarlarını 3 gün ərzində darmadağın etməklə düşmənin məğlub edilməzliyini bütün dünyaya bəyan etdi və Azərbaycan ordusunun hər bir döyüş tapşırığını yerinə yetirməyə hazır olmasını, böyük qələbəni əldə etməyə hazır olmasını bir daha təsdiq və sübut etmişdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah ordumuzu qorusun, xalqımızı qorusun. Allah Azərbaycan Respublikasının prezidenti, silahlı qüvvələrimizin ali başkomandanı müasir tariximizə, şəhidlərimizin canı bahasına, qazilərimizin qanı bahasına, ordumuzun gücü ilə, xalqımızın ümumi rəy və dəstəyi ilə yeni bir Azərbaycan yaradaraq dünyaya təqdim etmiş Cənab İlham Əliyev qursun. Amin. Bir Məhəmməd. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin, yerləri cənnət, məkanları ucadan ucalsın. Amin inşallah.